Özü deyilənə görə 4 dənə bina olacaq, bir bloklu. Hansı şirkət tərəfindən tikilir o binalar? Deyilənə görə Həyat Rezident. Sənəd üzərində qanuni ola bilər, ancaq həqiqətən də təhlükəsizlik baxımından qanuni ola bilməz heç vaxt. Bura qeyri-qanunidir, bura sürüşmə zonasıdır, bura təhlükəli bir zonadır. Sən o kağızın üstündə bu binaları yerləşdirməklə deyil ki. Yaxınlaşıblar ki, biz burada bina tikirlər, amma iddia elədiklərinə görə bura sürüşmə məkanıdır. Barometrin qaynar xəttinə bu dəfə Gəncə prospekti 25 ünvanının sakinləri müraciət edib. Onlar iddia edirlər ki, onların yaşadığı binanı Həyat Rezidens tərəfindən hasarlayıblar və hərəkətlərini gördüyünüz kimi məhdudlaşdırıblar. Bu sürüşmə zonasında neçə vaxt 2022-də başlayaraq qazıntılar gedir, bina tikilmək istəyir. Bu sürüşmə zonasıdır. 90-cı illərin əvvəlində bu gördüyünüz dayanacaq yuxarıda indi çəkərsiniz. Sürüşmüşdü, asfalt yoldur. O böyük magistral yol gedir, onun üstündə də yaşayış binaları. Bərpa eləyənlər onu. İndi bu necə ola bilər ki, o ərazidə binalar tikilsin? Bir də ki, 84-cü ildən fəaliyyət göstərən burada pilləkən var, cəmaət istifadə edir, uşaqlar məktəb. Onu da bağlayıblar. Bu necə olacaq? Cəmaət hardan gedəcək? Adi bu binalarda nəsə olsa dala bizə binanın dalına keçməyə də imkan vermirlər. Özü deyilənə görə 4 dənə bina olacaq, bir bloklu. Hansı şirkət tərəfindən tikilir o binalar? Deyilənə görə Həyat Rezident. 3000-ə yaxın əhali yaşayır. Bizim də yeganə istirahət yerimiz bax bu arxadakı bağçaydı. Özümüz salmışdıq o bağçanı illərdir. Özümüz salmışdıq, öz evimizdən də su çəkib həmişə suluyurduq. Həqiqətən də cənnət bir bağ idi. Bunlar gəldilər ki, 2001-ci ildən alıblar buranı icarəyə götürüblər. Hər tərəfi hasarladılar. Yazmadığımız təşkilat yoxdur. Bizim ağaclarımızı yandırdılar. Ağacların kökünə dərman, xlor tökdülər. Ondan sonra neçə dəfələrdən yanğın yaratdılar. Buranı qoydular xarabaya, hazırladılar. İndi də gəlib cəmaatın, millətin yolunu kəsiblər. El yolunu kəsmək olmaz. Bizim də hər yerdən də bizə məktub göndərirlər ki, onlar alıblar. Onun pulu var ki, alıb da, çox da alıb. Kimdənsə necə alıb? Cəmaatdan yığır pulu, alır, sonra da bir evi, bir mənzili bir neçə adama satır. Özü də pulu qoyucunu çıxır gedir oturur xaricdə. Burada 16 mərtəbəli bina tikmişlər o vaxtı, təxminən 20 il bundan qabaq. Bu yuxarıki binanın arxa hissəsində, Fəridə Şadlıq evinin yuxarı hissəsində. İnanın ki, o bina 45 dərəcə əyildi. Yəni bu o qədər təhlükəli bir zonadır ki, sürüşmə zonasıdır. Burada kafe var, Fəridə Şadlıq evinin arxa tərəfində kafe var. Təzə tikiblər. Ancaq orada inanın ki, bax indi də çəkiliş aparsanız görərsiniz ki, orada nə burada çat əmələ gəlib. Ola bilər bunlar hansısa bir sənədi, hansısa yolla əldə edə bilərlər. Sənəd üzərində qanuni ola bilər, ancaq həqiqətən də təhlükəsizlik baxımından qanuni ola bilməz heç vaxt. Bura qeyri-qanunidir, bura sürüşmə zonasıdır, bura təhlükəli bir zonadır. İstədiyimiz bir şey var. Bizi parkla, bizi oturmaq yerindən abespeş eləsinlər, harada biz oturup hatta iki adam söhbət eləyə bilib, biz çay içə bilərik. Ondan sonra pajalosta görək kim verib bunu. Gəlsinlər mənim özümün məsələn spesialistəm, onda qırmızı diplomla qurtarmışam. Mənə gəlsin o memar kim buraya cəza verib və mənə dakazat eləsin ki, sən o vaxtı səhv oxuyubsan. Deməli bunlar bizdən güclü oxuyublar, bunlar bizdən çox bilirlər. Bax, mənə bu lazımdır. Bura, sən o kağızın üstündə bu binaları yerləşdirməklə deyil ki. 98-48 nömrəli məktəbə bu binanın şagirdləri gedir. 269 nömrəli məktəb bu binanın uşaqların qəbul eləmirlər ki, siz ora baxırsınız. Yaxşı, bəs bu uşaqlar hansı yolla məktəbə getsin? Bu sadəcə olaraq bu insanlar, bu həyatda yaşayan insanlar təhqir etməkdir, onlara sataşmaq deməkdir. Əgər bu pilləkənlər yoldursa, orada avtobus dayanacaqları varsa, bu insanlar səhər evindən çıxıb biri dərsə, digəri bağçaya, o birisi işə gedirsə, müxtəlif yerlərə gedirik də biz də. Mən niyə hardansa yol axtarmalıyam? Mənim yolumu kəsməyə kim hüquq verib onlara? Qeyd olunan şikayət əsasında məsələni aydınlaşdırmaq üçün Həyat Rezidensə məxsus olduğu deyilən əraziyə yaxınlaşdıq. Lakin həmin vaxt özünü şirkət nümayəndəsi kimi təqdim edən bir neçə şəxs bizə yaxınlaşaraq çəkiliş aparmağımıza mane oldu.
Yaxınlaşıblar ki, biz burada bina tikirlər, amma iddia elədiklərinə görə bura sürüşmə məkanıdır. Biz də çox cavablandırdı bilmirik artıq sualları. Sizin verdiyiniz suallar dərin suallardır. Biz üzdən sizə cavab verə bilirik. Dərin suallarımızı dərin yerlərə.